ailənin həyat tərzi düz olarsa, çox şeylər düzələcək. Olmayandan sonra saatlarla danış, tənqid elə. Biz o gəncləri qınamıram da mən, o qədər də yəni. Gərək həyat tərzi düz olsun. 90% hallarda əgər atanın hörmətini ana saxlamırsa, vay o gündən ana uşağın qabağında ataya belə bilirsiniz, hörmətsizlik eləsin, qışqırsın üstünə. Axtaraq görək bu qadının səsi ucalıb səbəb nədir? Mən bilirsiniz ki, qadınları nə qədər müdafiə eləmişəm, mənim üçün, mən kişi tərəfindən danışmıram. Bəli, atanın da zorakılığı başqa fəsadlar yaradır ki, o ayrı mövzudur. Ata da zorakılıq eləyəndə eyni şey. İmanın gücü çatmır bizi qabağa aparsın, həyat tərzimiz dəyişməsin. Biz hey imanımıza baxırıq da kömək elə. O da deyir, qardaş, mənim əlimdən bir iş gəlmir. Mənim də gücüm bir həddə qədərdir. Həyatını dəyiş, həyatının tərzini dəyiş. İctimai düzən, cəmiyyətin həyat tərzi elə xarab eləyir hər şey ki, məqalə ilə, mühazirə ilə, xutbə ilə, moizə ilə dəyişmək olmur.